Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayrun nasirin ve mu'in. Ve la'netullah ala a'daihim ecma'in minel an ila kıyami yevmiddin. Amin ya rabbel alemin. Rabbi şrahli sadri ve yessirli emri ve hlul ugdeten min lisani yefkahu kavli. Olmuş şeytanın şerrinden Allah'a sığınıram. Rəhman Rəhim olan Allahın adıyla, Allahın salam və salavatı olsun Peyğəmbər və onun pak əhli beytinə. Salam əziz tələbələr və bizi izləyən dəyərli həmvətənlərimiz, hər birinizi xoş gördük. Hədis anlama metodu dərsində 82-ci dərs, bugün 5 may 2026-cı il. Mövzumuz hədislərin düzgün olunma meyarı. Yəni biz hardan bilə bilərik ki, hədis etibarlıdır. Hədis ilmi cəhətdən ki, məlumdur. Biz hədisin ravisi kimdir falan, o üzərində. Birinci nə idi? Birinci ölçü vahidi meyarı Quran. Hədis Quran ayələri ilə uyğun gəlirsə qəbul, uyğun gəlmirsə qəbul eləmirik. Düz ya, burada bir istisna hal var və hədis elmində var. İnşallah gələcəyə oxuyarırsınız. Elə hədislər var ki, məsələn, ayənin əleyhinə ola bilir. Belə bir rast gəlir. Baxsan ki, hədisin müəyyən bir yollarla elə məsələn izah edirlər ki, orada məsələn ayə nasix mənsuxdur, bu hədis isə sonradan deyilir. Biraz o bəhsi mövzudur. Ona işimiz yox. Ümumilikdə istisna hallardan demək ki, başqa. Ayənin uyğun gəlməsə qəbul eləmirik. İkinci, hədislərin düzgün olma şərti nə idi? Nə ilə uyğunluğu gəlməsi idi? Uyğunluğu olsun sünnə ilə. Sünnə nə idi? Məsumlarımızın, Peyğəmbər və imamlarımızın qavl, fe'l, təqrir sözü, rəftarı və reaksiyası ilə o hədisin məzmunu, o hədisin mənasına uyğunluğu olsun. Məsələn, hədis belədir, belə deyir. Amma baxsan ki, məsələn, xanım Fatimə elə eləməyib. Hədis belədir, amma baxsan ki, məsələn, İmam Hüseyin belə davranmayıb. Və ayənə bu hədis uyğun gəlmir, qəbul eləmirdi. Üçüncü, ki, biz keçən dərs az danışdıq barəsində, ağıl məsələsidir. Dedik, ağıl sözünün leksikoloji mənası, yəni ki, cılovlamaq, saxlamaq mənasındadır. Az da olsa məlumat verdik və gəlirik hara? Meyar, ağıl nə dərəcədə meyardır? Nə dərəcədə ölçü vasitəsi sağla bilər? Yəni, ağılı hələ vəssalam, axı necə olur ki, bir də məsələ olur, o tərəf də ağlı sahibidir, bu da ağlı sahibidir. Fərqli görüşlər var, fərqli fikirlər var. Bunun hansı həqiqətdir? Deməli, orada biz analiz etməliyik ağlın baxışı. Məsələn, misal vurum, və rəqəmdir. Mən baxıram 9 görürəm, 9 da bu. Sən baxsa orada 6 görünür. Kim səhvdir? Kim doğrudur? O da düzdür, bu da düzdür. Deməli, biz nə etməliyik? Bu hədis ağılla uyğun gəlməsini nə etməliyik? Elə yerdən baxmalıyıq ki, zaman, məkan şəraitinə uyğun yerdən. Sən buradan baxsan ziyanlıdır. Düzdür məsələ, bu 6'dır. Amma indiki duruma görə sən bunu baxıb, bundan nəticə çıxarsan ziyandır deyə, bu bura tərəfə geç, buran bax 9 olsun. Çünki 9 bu günləri zamanaya uyğun daha doğru bir məntiqdir, daha doğru bir anlaşmadır, yanaşmadır deyək. Belə misal vuran qarnıq qalmasında. Ağıl Allahın bəndəyə xüsusi bir hədiyyəsidir. Bu qəşəng mövzuda ağıl barəsində. Mən açıq danışmışam kəlam dərsində. Ki, insanlarla bəndə arasında, insanlarla Allah arasında olan müəyyən bir məsələlərin kəşfi üçün, anlaşılması üçün çox gözəl bir varlıqdır. Ağıl eləyə bilər ki, insanın xaricdə, yəni çöl tərəfdə olan hər hansı bir görüntünün həqiqəti insana aşlasın, ona həqiqəti söyləsin. Mümkün bəzi hallarda ağıl tez qərar verib, gözün gördüyündən tez qərar gəlsin. Amma ağlın böyründə plus səbir də var. Görən kimi verir məlumat ağla, amma ağıl onu oturdurmalı deyil. Yəni həmişə ürəklə ağıl müharibədədir. Ürək adətən gözlə əlaqəli olur. Görən kimi ürək qəbul edilir və falan məsələ budur. Ağıl deyir ki, yox, baxaq, görək, mümkündür axı bu gördüyümüz həqiqət olmasın.
Allah bizə ağıl nə üçün verir? Əgər hələ tək gözlə, tək ürək kifayət idisə, həqiqət olsaydı bunlar, bəs ağıl Allah bizə nə üçün verib? Ağıl bu üçündür ki, gözün və ürəyin səhvin düzəlsin. Onlar kimi tez qərara gəlməsin. Belə bir balaca 2 dəqiqəlik çizgi filmi var. Deməli, ağılla ürək. Hər ikisinin də forması, birində beyin, birində ürək. Ürək tutub ağılın əlindən aparır. Ağıl da ki, yaralıdır. Bintli bağlayıblar. Deyir, indi hara aparsan məni? Yenə mənə ziyan vurmağa. Ürək deyir ki, yox, gəl, yaxşı bir mənzərə var. Sən də bu gör filan. Deyir ki, həmişə mənə aparırsan. Mən sənə uyuram, sənə tabi oluram. Sən ki, mənlə tezcə qərar verirəm, mən ziyan çəkirəm. Heç kim sənə söz demir. Deyirlər, ürəyə xəstədir. Elə bana baş çatmır. Elə bunun ağılı yoxdur. Heç kim səni pisləmir, amma hamı mənə də pisləyir. Qəşəng belə bir balaca multikin bir şey paylaşmışam. Maraqlıdır həqiqətən də.